Bərdə rayonunun Ləmbəran kəndində əkilən Lejo F1 çeşidimizdir. Burada həm Lejo F1 çeşidimiz var, həm də Grand F1 çeşidimiz var. Burada toxumlarımız 2-2 atılıbdır sahəmizə aprel ayında. Açıq sərmə olubdur burada. Burada həm Grand F1 çeşidimiz var, həm də ki Lejo F1 çeşidimiz var. Sahəmiz də maşallah olsun böyük sahədir. Allah xeyri bərəkət diləsin, xeyirli olsun. Bu günləri 15 iyun 2026-cı il Lejo F1 çeşidini istəyirəm kəsim sizə rəng almağını görsədim. Çağımız da qalındır. Bir dənə buradan belə iç rənginə baxanda ay maşallah olsun. Xeyri bərəkətli olsun. Allah xeyir versin. Bax, gözəl qan qırmızıdır rəngi. Baxa bilirsənsə, tam yaxından gəl çəkinəm onu bax belə. Aydın şəkildə qoy düşsün. Aprel ayında əkilən Lejo F1 çeşidimizdir. Açıq sərmə olubdur burada. Toxumlarımız sahəyə 2-2 atılıb. Ağırdır. Qarpızın qoxusu bura kimi gəlir. Möhtəşəm dağda. Bu bostanımız artıq satışa çıxıbdır. Məhsuldarlığı da göstərə bilərsən belə. Kifayət qədər bostanda qarpızlarımız var. Maşallah olsun. Gəl bax buradan. Qarpızlarımızı belə. Burada neçə dəfə yığım elibsiz? 2 dəfə yığıbsınız. 2 dəfə yığıblar bostanımızı. 3-cü yığımlarını da Allah qoysa ki, tam yetişmiş qarpızlarımız var. Maşallah olsun. Xeyir bərəkət versin. Allah xeyir versin. Gözəl nəticələrdir.